Bu qarşımda gördüyünüz notebook ekranını genişləndirə bilir. 13.3 düymlük bir ekrana sahibdir. Lenovo tərəfindən təqdim olunubdur. Amma bu ekran sizin üçün kiçik gəlsə, sadəcə FN və yuxarı ox düyməsini sıxırsınız və konstruksiya ekranı genişləndirməyə başlayır. 13.3 düymdən ekran 16 düymə qədər qalxar. Konsept bir modeldir. Arxa hissəsini də sizə göstərim. Baxın, bu hissədə bildiriş paneli yerləşdirilibdir və şarnir konstruksiyanı görürsünüz, hansı ki, ekranın yuxarı qalxıb aşağı enməsinə səbəb olan əsas konstruksiya buradadır. 2 ədəd mühərrik var. Gorilla Glass Victus 2 şüşəsi ilə ekran qorunur. Corninglə əməkdaşlıq olunubdur bu hissədə və həqiqətən Lenovo'nun CES 2026 çərçivəsində sərgilədiyi ən möhtəşəm konsept modellərdən biri budur. Yəni, böyük ekranlı cihazlar üçün böyük notebook almağa ehtiyac yoxdur. Sadəcə ekranı genişləndirə və yığa bilərsiniz. Baxın, bu formada. Lenovo'nun başqa bir maraqlı texnologiyasını da sizə göstərim. Bu notebookun ekranı sizi izləyə bilir. Necə? Gəlin real olaraq baxaq. İşə salıram və üzümü tanıyır. Başımı hansı istiqamətə çevirsəm, ekran da o istiqamətdə çevrilməyə başlayır. Baxın, bura qədər ekran məni izlədi. Qayıdıram yerimə. Və notebookun ekranı mənlə paralel olaraq fırlanmağa başlayır. Hətta aşağı da enməlidir, səhv eləmirəmsə. Baxın, başını mənə uyğun tənzimlədi. CES çərçivəsində Lenovo'nun təqdim elədiyi maraqlı konsept modellərindən biridir.